Tovuzda vətəndaşa məxsus ev tamamilə yanaraq külə dönüb. Hadisə rayonun Yanıqlı kəndi ərazisində qeydə alınıb. Ev sahibi 37 yaşlı Xəyal Qəmbərov bildirib ki, hadisə baş verən zaman onlar evdə olmayıb. Qonşuları zəng ilə onun evinin yandığı barədə məlumat veriblər. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə hissəsinin 3 yanğını söndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və ətraf ərazilər keçməsinin qarşısı alınıb. Ev sahibi ehtimal edir ki, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub. Yanğın zamanı xəsarət alan şəxs ev sahibinin qardaşı 35 yaşlı Royal Qəmbərovdur. Müxtəlif yanğın xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin hansı şəraitdə xəsarət alması ev sahibinə də məlum deyil. Yanğının baş vermə səbəbləri və hadisənin digər təfərrüatları Tovuz rayon polis şöbəsində araşdırılır. Qonşuda şadlıq yeri var idi. Şadlıqda oturmuşdum, zəng gəldi ki, öyüm yanır. Gəldim ki, yanır. Elə pajanı gələnə qədər mən özümən getmişəm. Bir də aldım ki, skor gəlib. Elə iynə, dərman, sağ olsun şəhətçilər də başımdan aralanmayıb. Belə. Nələr yanıb evin içərisində? Hər bir şey yanıb qadın. 4000 nağdı pulum var idi, o yanıb. Xaladenik, televizordur, yataqdır, yorğandır, döşəkdir, gəbədir. Hər şey, evə aid olan hər bir şey. İşqafdır, şifanerdir, paltardır, hər bir şey. Kamran Əskiparalı, Yusif Əliyev bugün informasiya proqramı üçün.